و المحبوب. 10. gece. Rollarda Hüseyin Yari, Ketayun Riyahi, Roya Teymuriyan, Süreyya Qasimi, پرویز پورحسینی محمود پاکنیه، اکرم محمدی پرویز فلاحی پور، شاهین علیزاده مظفر مقدم، حسین خانیبی ابراهیم آبادی و başqaları. علی احمدی، دوبلیاژ مدیری محمد رضا رضایی، ساز اپراتورو محمد تهرانی، موسیقی فردین خلعتبری. پرودوسر حسن بشکوفه، سناریو مؤلفه و رژیسور حسن فتحی.
Ağa Heydər, vur, vur! Vur Ağa Heydər, vur! Gördünüz, Heydər oyunu aparmışdı. Siz hoqqabazlıq elədiniz, hamı gördü. 100 dəfə saydım, çapçazlar. Çık can bayla. Çık bayla. Neden açma dedin lan? Yaşmağını ay bu gece. Çalışır yaxşı çalırsan. Çal, çal biz dinleyek stadını bu gece. Gel yaver. Doğrudan hükmeleyip sen hakimsin. Sağ ol yava. Doğrudan sağ ol. Hadi yaver. Sağ ol. Yaşasın. Sağ ol ya. Hükmelə 100 zərbə nar şüyünə ki, hər vaxt nar görəndə böyük babasını xatırlasın. Bismillah, Dəcəl məktəb uşaqları kimi səhər azanacan bir ayaqlı dayansın. Ay abi, büyük mülkü sabah sərdən dəbiyə desin büvə, büvəyə desin dəvə. Nəl, indi sizə göstərərik. Bu dəfə bəxtin gətirmədi lotu. Lotu dümbək çalandır. Gəmə bağlayanın belində palandır. Həmişə Şaban, bir dəfə də Ramazan. Eyb eləməz. Ay abi, büyük mülkü səhərəcən nəşəli kimi mangalın kənarında uzansın. Tuzlanma. Çayxanada duz qabı var. Bizim nə yeməli baş ayağımız var, nə də diş kəsər işkəmbə qursağımız. Amma bu qədər cürətimiz var ki, oyunun sonunacan ayaq-bayaq kələksiz dayanar. Mükmələ yox, ayabə. Bəy ağzına su alıb. Sakit ola. Hökmü qulağına deyirəm. Buyur. Ay canım, day bu cür hökm görməmişdik. Turna oyununun dəbi budur ki, hökmü uca səslə deyərlər ki, cəmaat eşitsin. Kəs səsini görün. Akşamdan indiyəcəm bu cəmaata ləsə almışsınız ki, ikiz burada pıç-pıç eləyəsiz. Kesin səsizi! Herkes lal olmazsa engini dağıdarım ha! Kesin səsizi! Elə bu gecə. Elə bu gecə. Lal ol geri! Bura bax yavər. Sən tanıdığın hər cür şümrün bayrağı altında sinə vurmuşam. Amma bu dediyin o çirkin işlərdəndir ki, mənim başıma batmaz. Mühüm deyil. Əgər cürətin yoxdursa, hökmdən boyun qaçıra bilərsən. Yavərin də o qədər ağalığı var ki, loğaz qoşan cahil-cüyülün ağzını palçıqlasın. Amma burada olan cəmaat necə? Xəbəri yayılsa, arvaddan əski olarsan. Day özün bilərsən. Yazidin qorxusu canına düşməsin ağa yavər. Mən ki uşaq deyiləm, sözlərlə əyləm. Amma mühüm deyil. Sən hökmünü 2-3 gecə sonraya saxla ki, Heydər boyuna qarışmaq üçün özünü bir cür razı salsın. Yox da, elə şirinliyi bu gecə üçündür. Tək tənha da deyilsən ki, Lot. 40 xan dikmiş qoçun var, nədən qorxursan? Onları boyuna qarışdırma.
Düzdür ki, hörmətimi xatir kənarımdadırlar. Amma Heydər zəif ayaqlayan adam deyil. Yaşa vazir. Hikmət. Can yavər. Görünür bu oyunu tək oynamalısan. İstəyirəm mənim üçün daha maraqlı olsun. Ha, dur gel evizə. Sənə soğuk dəyər, dur gel. Baş üstə. Ağa Heydərin sözündən çıxmaq olmaz ki. Usta. Usta, məyər qəmbərlə uşaqları ölüm ki, sən tək-tənə gedirsən, hökmü icra eləyəsən. O da naməlum bir hökmü. Və əlbəttə məni layiq bilmədin ki, qulağıma pıçıldayasan. Hər bir şəhər üçün bir dəli bəsdir qəmbər. Day lazım deyil sən gələsən. Sabah gecə Mikailin dükanında nağlını sənin üçün danışaram. Ya hə. Ya hə. Cəsədin olduğu yerdən sizin nə cür xəbəriniz oldu? Miskərabad qəbristanının mürdəşiri velosipedlə evinə gedirmiş ki, cəsədi görür və yolu üstündə olan ilk polisə xəbər verir. Dedim bəlkə ona verməli suallarınız olsun, buna görə də onu saxladım. Salam aleyküm cənab. Qətlə yetirilənin kimliyi barədə nə kimi məlumat əldə etmişsiniz? Onun ciblərindən bəzi şeyləri tapdıq. Apardığımız tədqiqatlardan məlum oldu ki, qətlə yetirilən şəxs Xarici İşlər Nazirliyinin aliməqam işçilərindən biriymiş. Şapur Tacməram. Yeni bir dərdisər. Özdə belə bir vəziyyətdə ki, hələ də 2 ildən sonra 2 naməlum qətlin üzərində bir nəticəyə çatmamışıq və yenə də izləyirik. Bu 3-cü qətlin baş tutması ilə azı bu nəticəyə çatmaq olar ki, hərçənd ki qətlə yetirilmiş bu 3 adam müxtəlif peşə sahibləri idilər, amma hər üçü hökumətin xidmətçiləri sayılırdı. Yəni, cənab müfəttiş başı, sizcə bu 3 qətlin bir-birinə bağlılığı var? Ola bilər. İstəyirəm mümkün olan qədər bu cəsədə aid məlumatlar qısa şəkildə Səhərcan masamın üstündə olsun. Mütləq cənab. İcazənizlə.
نفس را برشکن و زیر را زبر کن بلبل پربسته ز کنج قفس درآ نغمه آزادی نوح بشر سرا در نفسی عرضه این خاک تو درآ پر شرر کن حال سر کن Şadam ki siz de şad oldu Cenab Halkovnik. Minnettarım doktor. Nece demişler? Ekmel alat tarab elhan kulub ademiye. Mahnıda okunulan şiirler hoşunuza geldi. Buyuruz. Bugünkü ziyalı cavanlar demişken... Minnettarım. Çok romantiktir. Bununla belə təəccüb edirəm ki, bu mətləbi bilmirsiniz ki, ölkənin birinci şəxsi sən demişkən bu romantik mahnını qadağan elan edib. Əcəb. Mənim bu mövzudan xəbərim yox idi. Sən əminsən? Qədim Nəzmiyyə və yeni polis idarəsinin polkovniki kimi gərək ki, bundan artıq gün məlumatlarına xəbəriniz olsun, polkovnik. İcazənizlə. Mən bu hərmələ qazağı çox yaxşı tanıyıram. Cəvad Kuh məntəqələrinin əskərlərindən idi. Naib-ı Səltənənin uşaqlarına göz qulaq olurdu. Bir vaxtda Hollandiya səfirliyində gözətçi idi. Mən öz gözlərimlə gördüm ki, mərhum Zillus Sultanın belə aftafasını da doldururdu. Cənab İhtişam Divan, bu gecənin qonaqlığına gələnlərin hər biri bir peşə sahibidirlər. Yaxşı olar ki, biraz yavaş danışasınız. Nəzərimcə siz qədimisiz, düzdür? Nökəriniz doktor Nədimiyəm, Ali cənab.
Xanım Tacir Muluk demişkən, sən həmin doktorsan ki, mənlə ağaların astronomiya elmini bildiyimiz qədər sənin də tibb elmindən başın çıxır, hə? Bismillahirrahmanirrahim. Yavər sənin tayfana cəhənnəm ilanı çalsın. Namərd, bu nə cür hökmü verdin? Müddətlər olar ki, xanım Tacir Mülük mənim üçün lütfükarlıq edir. İcazənizlə. Bəli, sizə deyirdim. Buyururdunuz. Pəhləvi Qacar şahları kimi deyil. Şəxs Əla Həzrət öz ədliyyə vəzirini ki bir səhv iş görmüşdü, dedib, ged öl. O da gedib gecə tiryək yeyib intihar elədi. Əcəb. O işində çox ciddidir. Hər kəs istəsə ölkənin inkişafına mane olsun. Əhsən, afərin. Üzr istəyirəm, indi gələr. Buyurun. Buyurun. İşinizdə olun, buyurun. Nə xəbər Ağdası? Cənab Polkovnik, əgər bundan artıq əl saxlasaq, mümkündür tərəf gözümüzdən yayınıb aradan çıxsın, ha? Binanın daxilində olana qədər heç iş görməyin. Binadan bayıra çıxsa, göz qulaq olun ki, görünən kimi onu bir cür bağın içine çəkin. İtaət baş üstə cənab. O zaman mənim oyuna qarışmaq vaxtımdır. Əgər bu iş düz icra olsa, Ağdası ən az mükafatın məqamının yüksəlməsidir. İtaət baş üstə cənab. Cənab Polkovnik Durməniş düz deyir. Şəxs Əla Həzrət bu neçə ilin ərzində bu ölkə üçün bir çox zəhmətlər çəkibdir, cənab. Sən niyə bu boş sözlərlə eşşək oldun, ağa? Bu kişinin bu ölkədə yandırdığı odu Kərbəla sərasında şüm yandırmadı. Bu nə sözdür, Ali cənab? Əhməd Şahın təhlükəli dövrü gərək ki, sənin yadında olmuş olsun.
Rəhmətli qardaşım deyirdi ki, gün batandan sonra bir kəsin cürəti yox idi ki, evdən bayıra çıxsın. O vaxtın Nəzmiyə rəisinin mindiyi qatırı apardılar ağa, qatırı. Əli ağa, bu ağa 2-3 nəfər yol kəsəni neçə yüz nəfər düzgün adamla tutub bir yerdə dara çəkdirdi. Adını da qoydu hərc mərcliklə mübarizə. Avam cəmaat da bu mövzunu bilmirdilər ki, o bədbəxtlərin qətlə yetirilməsinin səbəbi bu idi ki, istəmirdilər ata-babadan qalan ərazilərini müftəsinə bu zalim quldura versinlər. Gəlib onun tərəfdarları oldular. Bir neçə adlı sanlı qacar kişilərini də ki, hədə qorxu ilə sustura bilmədilər, onda tanınmaz qatil adamların vasitəsilə aradan apardılar. Onlardan biri elə həmin xanım Tacülmülkün qardaşı, yəni bu gecənin qonaqlığını bərpa edən xanım Fəxrüzzamanın atası idi. Hələ siyasi məsələlər kənara ali cənab. Bir müddətdir bu mövzu başıma girib ki, xanım Fəxrüzzaman bu qədər aşikar nəcibliyi ilə nə üçün onu istəyən elçilərin biri ilə ailə qurmuş? Hazırda onunla yaşıd olanların lap azı 10-12 uşaqları var. Bəli, bu da özünə görə qəribə tapmacadır. Doktor, bugünlərdə yeniçilik adı ilə hökumət jandarmalarının ağzında gəzən söz məncə yeniçilik deyil. Bəlkə bir cür aradan getməkdir, doktor. Həqiqi yeniçilik gərək bu ölkədə yaşayan cəmaatın adət və təfəkküründən nəşət alsın. Təsəvvür edirdim ki, Fransalıların məktəbində təhsil almaq, Lamartine, Flaubert və Balzac'la tanış olmaq, bu ənənələri bilən və cavan qızı bir kukla kimi bu dövrün şənlik məclislərində nümayiş etdirər. Amma yox, görünür ki, ilk dərsi başqa şəxsdən alıbsınız. Qəribədir. Doktor, təəccüb etməlisiniz. Hələ də tanımamışsınız biz qadınlar. Tufan yaxınlaşan vaxtda bütün o şeyləri mühafizə edirik ki, siz kişilər öz sadə lövhlüyünüzlə onlardan qafil olursunuz. O ki qalmışdı. O qazaq kimilərinin hədə qorxusu ki, başqa məsələdir. Niyə qazaq? Buyurun, gələcəyi yaxşı bir cənab polkovnik ki, sizin xanedanın bəyi olmaq arzusundadır.
Əgər Qazaxlara bu qədər nifrət edirsinizsə, niyə onları öz qonaqlıqlarınıza çağırırsınız? Bəlkə bu da qadınlara aid o gizli iqtidarın bir hissəsidir. Bütün hekayələrin macerası həqiqidir, doktor. Ancaq bəzi vaxtlar baş tutmazdan əvvəl qələmə alınırlar. À votre avis, ce n'est pas intéressant, docteur? Je vous comprends pas. Ce n'est pas important, docteur. Ce n'est pas important. Siz əzizlərin xəlvətini pozmuram ki. Xeyr, cənab polkovnik, xeyr. Ümidvaram bu qonaqlıqda sizə də xoş keçmiş olsun. Düzü lap açıq aydın deməliyəm ki, ötən bu neçə həftədə ən yaxşı anlarımız siz Ali cənabla və əziz qardaşınız qızının qulluğunda yaşamışam. Əlbəttə, bu kimi qonaqlıqlarda bəzi şəxslərin olması o yaltaqlıq fikirləri ilə və xısıltılı sinələri ilə doğrudan xəstələndirir. Bu cür qonaqlıqlarda hazır olanların çoxu boşboğaz və əldən düşmüş qocalardılar ki, onların danışıqları sözlər heç kimi maraqlandırmır, polkovnik. Düz buyurursunuz, Şahzadə xanım. Elə bu dəlilə görə mən də onlara əhəmiyyət verməyib, yalnız yalan bir gülümsəməklə kifayətlənirəm. Yaxşı iş görürsən, polkovnik. Dəmir yumruq qoy qalsın cavanlara bu kəsdilər ki, öhdəsindən gələ bilirlər. Mühüm budur ki, bir kəsin əməli və hərəkəti hökumətin nizamını pozmasın. Hərçənd ki, qorxusu yoxdur, gedərlər o yerə ki, müdərris vüsəti dövlə və bir çoxları getdilər. Doktor, sən bir cür fərmayış eləyirsən ki, eşidən başa açmır ki, zarafat eləyirsən ya sözünü ciddi danışırsan. Mən biləli, dediyin o iki adam ki, hər ikisi təbii ölümlə dünyadan getmişlər. Bəli, yenə başqa bir səhv. Bax, insaf deyil ki, mənim kimi bir qonaq digər qonaqların yanında ev sahibini xəcalət eləsin. Elə buna görə də zəhməti azaldıram. İcazənizlə. Dayan! Əziz qonaqlar, heç nigaran olmayın. Özünüzü ələ alın. Nə qədər ki, mən sizin kənarınızda varam, sizi heç bir təhlükə hədələməyin. Ölənlərinə lənət yavər. Dayan! Dayan! Əllərini qaldır ki. Sana ölənlərinin ruhu vurma, ha? Dur! Baş üstə. Yanasan be. Cənab Əqdəsi. Bəli, cənab. Nə baş verib? Ali cənabın əmrinə əsasən, əziz və hörmətli xanımın imarətinin əmn amanlığını qoruyub.
Mühafizə etmək üzərindən nökərin və digər fədakarlar göz qulaq idik ki, bu fəlakətli oğrunun ki, oğruluqdan sonra qaçmaq istəyirdi görüb və dərhal onu tutub buraya gətirdik. Əlbəttə, əgər alicənab vaxtında imarətdən xaric olub bağa gəlməsəydiniz, mümkün idi ki, bizim fədakarlığımızla belə quş qəfəsdən uçsun. Məlumdur ki, bu evi neçə həftə bundan əvvəldən güdürmüşsən. Yəqin elə bilmisən ki, çünki bu evin əhalisi 2 hörmətli xanımla 2 qoca qulluqçudular, onların bütün mallarını çox rahatlıqla uğurlaya bilərsən. Amma axmaq kişiciyəz, xam xiyal eləmisən. Nə qədər ki, mənim kimilər bu evi və ailəni himayə edirik, hər bir boynuyoğun istəsə bu evə yaxınlaşsın, onun ayağını sındıraram. Mən qoymaram hər bir əclaf adam özünə bu icazəni versin ki, bu ailəyə hörmətsizlik eləsin. Ali cənab müşahidə elədiniz. Dedim ki, bu dövrdə cəmaat üçün artıq anlamanlıq var. Mən də qulluğunuza dedim ki, yemək həmin Deyimə Badımcandır, şah da elə həmin Nasrüddin Şah. Cənab polkovnik, afərin sizə ki, cəmaatın canı, malı və namusunu qorumağı özünüzə borc bilirsiniz. Qulluğunuzdayam, hörmətli xanım. Əlbəttə, cənabınızın və məmurlarınızın mühafizə üçün ayıq-sayıq olduğunuza heç bir şübhə yoxdur. Amma bu işin barəsində biraz anlaşılmazlıq olub. Anlaşılmazlıq? Bəli. Bu torbadakı şeylər oğurluq malı deyil. Bibi xanımın tapşırığı və mənim təkidimlə bu ağa bu şeyləri aparmaq üçün bura gəlib. Belə deyil, ehtiram? Bəli, düzdür, bəli. Xanım dedi bütün bu şeyləri götürüb aparsın. Qəribədir, Şahzadə xanım. Qəribədir. Nəyi qəribədir? Cəsarət olmasın, amma dəlili yoxdur ki, sizin ailəniz ehtiyacı olmadığı halda bəzi ev əşyalarını satmaq qərarına gəlsin. Bu qəribədir. Bu şəxsi bir məsələdir, polkovnik. Və əgər səhv eləməsəm, bir saat bundan əvvəl qonaqlıqda sizin özünüz dediniz ki, başqalarının şəxsi həyatına hörmətsizlik etmək günah hesab olur. Belə deyil? Bəli, bəli, bu cürdür ki, buyurursuz. Zabit həqləsi. Bəli, cənab. Məhbusu azad edin. Yəni, demək istəyirəm ki, ona qarşı heç bir ittiham yoxdur. Sən gedə bilərsən, cənab. Mən sənin adını unutdum. Sizin nökəriniz Heydər. Heydər Xoşməram. Sən gedə bilərsən. Baş üstə. İcazənizlə. Ağa Heydər fikriniz hardadır? Torbanı unuttun ki. Ümidvaram, bu sövdələşmə səni razı salmış olsun. Bəli, Allah ömür versin. Yenə də görüşərik. Xanımlar və ağalar, əgər istəsəz, içəri həyətə gedə bilərik. Buyurun. Polkovnik, siz bizimlə gəlmirsiniz? Qulluğunuzda olaram, Şahzadə xanım. Xanım fərqli zaman. Bəli,
Cəsarət olmasın xanım. Əgər bu buraxılan ağa sizin şeyləri alanıdır, bəs niyə sövdələşdiyi əşyaları aparmaq üçün istəyirdi divardan aşıb getsin? Maraqlı sualdır, polkovnik. Mütləq bu barədə fikirləşir. Aleyküm əssalam. Hə? Salam ana, bağışla. Ağız borunun niyə bu cür olub? Gecə qaranlıqdır, küçədə çalaq çıxır. Sürüşdüm, yıxıldım, heç bilmədim. Nə oldu? Yalan danışmaq ki, pulzad istəmir. Mir İzzət Moinol Bokanın əzizi. Bara təzə yalandı. Ana, sən o ölənlərinin ruhu, sən o atanın ruhu mənim keçəl başımdan əl çək. Yerimə yetişməmiş, yenə də məni sorğu-suala çəkirsən. Bəsdir. Qaraçılığını saxla, aşıq oynamağına, turnabazlığına və özün kimi lot-potu ilə əngə verməyinə. Yenə də başlandı zəhirmar danlamaq. Nədir? Haqq sözü eşitməyə taqətin yoxdur? Neçə vaxtdır səfehləyib düşmüsən, küçə-bazarda sülənirsən, özün kimi cürbəcür tay-batay lat-lütlə gəzirsən ki, nə olsun? Axı bir neçə başıboş yaramaz adamla dost olmaq kimin başını ucaldıb ki? İkincisi sən olasan. O da kim? Mir İzzət Moinol Bokanın oğlu ki, var ikən məhəllənin abrı və hörməti idi. Acığın tutmasın ha. O rəhmətliyin də ürəyini sən öz işlərinlə partlatdın. Nağılçı namsəlmanmış ana. Mətləbin canı budur ki, o rəhmətlik, o vaxt ki gördü arvad babətindən bəxti gətirməyib, aşığı tovxanduru, qeyrəti olmuş lotu kimi, neyləyim dərdi tutub başına, təziyə eşqi düşdü. Söz uzanmasın, axı bu arada mən yazığın günahı nə idi ki, birdən-birə hökumətin canına birə düşdü, istədilər ki, təziyəxanlığı yerli diblik qadağan eləsinlər. Sonrası nə oldu? Təziyə aşıqı İzzət xan məşuqun hicranında ilan utmuş bir tısbağa kimi bir ay tamam evin köşəsində arxası üstə düşüb, sonra da Əl-Fatihə. Hələ də onun gözəl səsi qulağımda səslənir. Allah ona rəhmət eləsin. Bəzi vaxtlar bir-biri ilə küsülü ər-arvadı barışdırmaq üçün Həzrət Fatimənin çörək bişirməsi təziyəsini oxuyurdu. Bir yerdə qurban olduğum Həzrət Fatimə deyir: mən ötəri həyatı səhər yuxuya verdim. Canımın xəmirini 100 əl ilə yoğurdum. Həsənimlə Hüseynim ac qalmasınlar deyə fələyin təndirini günəş ilə qızdırdım. Həzrət Fatimə bu sözü dediyi vaxtda Əmir əl-Möminin cavabında deyir: ayrılıqdan söz açdın, ürəyimi dağlatdın. Selə döndü göz yaşım, gör ki necə ağlatdın.
De sənin hicranınla nə eləməliyəm sənsiz? Sən behiştə gedirsən, mən qalıram məhəmləmsiz. Oğlan, sən fikrin hardadır? Hə, heç nə. Fikrim elə buralardadır. Yaxşı, Həzrət Abbasın təziyəsini oxuyurdum. Ananın ürəyi övladda, övladın ürəyi daşda. Sözlərim iyi qoxuludur ki, fikrini başqa yerə vermisən. Ya, xanım, sözlər nədir? Ağaydar öyrənib ki, ağzını yeməyə açanda iki qulağını da yumuruq. Bir uşağı ki, ata-anası tərbiyə eləyə bilməsələr, zəmanə tərbiyə edər, Ağaydar. Hələ də görüm, gücənə gətirdiyin o torbanın içində nə vardı? Yəni bir neçə əmanətdir ki, dostlardan biri tapşırıbdı, bəli. Olmaya 3 haşıq qənimətidir. Bu gecə udmaq bəxtin gətirmişdi, hə? O anası ölmüşündə pul zadı yoxmuş, ev əşyalarını giro götürdün, hə? Allahu Ekber! Ana, qoyursan bir iki lənətə gəlmiş küftəni zəhərlənim ya yox? Yaxşı, deyinməyi. Cənab polkovnik, gözünüz buyurdunuz olsun, nökərinizdə itaat edin. İndi əgər nağıl başqa cür olsa və Ali cənabın istədiyi kimi olmasa, mən bu anası ölmüş Heydərin təqsiri nədir cənab? Yaxşı, hələ sənin sözün nədir? Siz etibarlı söz vermişdiniz cənab polkovnik. Quru çaydan balığı olamaq olmaz ki, olar? Cənab polkovnik, sənin o eşilmiş bığının bir tükünə yağlar qurban olsun. Axı mən boynusunmuş nökərin sənin xətrinə ən yaxşı dostumu tora ilişdirib bir ömür xəcalətli olduğumu boynuna aldım ki, nə ola? Yəni, həm sən öz muradına çatasan, həm də mənim qardaşımın bu kör düyünü sənin xeyirli, bərəkətli əlinlə açılsın. Gör nə deyirəm, qanmaz. Bu son dəfədir ki, dilimə zəhmət verirəm. Əgər başına batdığı ki, batıb, batmasa səni də göndərərəm daşını döşünə vurduğun qardaşının yanına. Əgər sənin bu qanmaz qardaşın oğurluq eləsəydi, əgər namussuzluq eləsəydi, bir adamı belə öldürsəydi, eləyə bilərdim sənin üçün bir iş görüm. Amma bu axmağın iddiamı siyasidir. Ya İmam-ı Cənab polkovnik, mən ölüm zarafat eləmirsən. Yaxşı olar ki, papağını yan qoyasan, qeyrətsiz. Qardaş böyütmüsən ki, dodağı üstə bığ görərən kimi gedib siyasi dəstələrə qoşulub, hökumətə qarşı çıxsın. Əgər mən bu məsələyə qarşısaydım, bilirsən, mənim üçün nə pis və gərgin vəziyyət törənərdi. Niyə bu mətləbi mənə deməmişdin? Cənab polkovnik, tükün and olsun ki, ağayavərin bu məsələdən heç ruhunun da xəbəri yox idi. İndiki xəbərin oldu. Bəs yaxşı olar ki, bu mövzunu dörəsinə xət çəkəsin. Əslində bu məsələyə təəssüflənirəm, amma mənim əlimdən bir iş gəlmir. Siyasi damlıların hökmü birbaşa saray tərəfindən çıxarılır. Bir də, dünən gecəki macərada nə dəvə görmüsən, nə də qığını. Anladın? Yaxşı, əgər başqa bir çətinliyin olsa, mənim köməkliyimi nəzərə al. Elə bil bu günlərdə polkovnik özünü əcib-qərib işlərə ilişdirib, kapitan. Cənab, idarədə hamı onu şöhrətpərəst bir adam kimi tanıyır. Yəni xoşu gəlir ki, yüksəliş pillələrini dörd-dörd yuxarıya çıxsın. Təzələrdə də gecəlik əyyaşlıqlarından yorulub istəyir ailə qursun. O da fikrinizdə kimlə? Yəqin ölkə şahının qızı ilə, hə? Əgər hələ də Qacar dövrü olsaydı, sizin sözünüz tamamilə düz olardı.
Bəs tərəf Qacar Şahzadə xanımıdır. Elə mən də buna görə təəccüb edirəm, polkovnik. Necə? Dorməniş bu dövrdə yeni meydana gələnlərdəndir. Çox yaxşı bilir ki, gərək çörəyi gün qiyməti ilə yesin. Amma qəribə orasıdır ki, hökumətə yaxın olan böyüklərin biri ilə qohum olmaq yerinə istəyi bir ağaca dəxil düşsün ki, illərdir kökündən çürüyüb. Çox da qəribə deyil, kapitan. Ölkənin birinci şəxsi də bu cür qohumluqlara rəğbət göstərir. Bundan əlavə o özü də 2 dəfə Məcdüssəltənə ilə Məcdüddövlə dövlət şahının qızları ilə evlənib. Onun məxsus xidmətçiləri, yəni nökəri Qara Hüseyn və Həmdullah xan, general polkovnik Zahidi və Əmir Xusru kimi qazaxları da belə Əlahəzrətin istəyi ilə Qacar tayfasının qızları ilə ailə qurmuşlar. Maraqlıdır ki, biləsən, o belə 4-cü arvadı Kraliçə İsmətin əmqızısının hökumətə zidd olan Şahzadə Fərmanın nəvəsi ilə evlənməyə razılıq verdi. Bəs görürsən ki, polkovnik Dormənişin hesab kitabı çox da yersiz deyil. Hələ dediyin bu Qacar Şahzadə xanımı kimdir? Nasrəddin Şahın qız nəvələrindən biri Şahzadə Moinus-Səltənə Makuinin yeganə qızı Şahzadə Fəxrüzzəmandır ki, atası yeni hökumət işə gələn vaxtda naməlum bir dəlillə görə qətlə yetirildi. Qəribədir. Bu illərdə nə qədər naməlum qətl baş verib, kapitan. Bir zamanda ki, hamı bir-birindən qorxur və kimsə cürət eləmir öz müxalif nəzərini başqasına buruza versin. İş bu kimi yerlərə çatır da. Yaxşı olar ki, biz də bütün fikrimizi bu neçə anlaşılmaz qətlə verək ki, işləri əlimizin üstündə qalıb. Doğrudan, kapitan, bu barədə yeni bir xəbər əldə etməmisən? Elə mən də bu barədə bugün vaxtınızı almaq istərdim, cənab. Çox gözəl. Əyləş. Minnətdaram. Cənab, çox ehtimal var ki, sizin buyurduğunuz düz olsun. Nə barədə? Sonuncu cəsədlə 2 əvvəlki cəsədin üzərində aparılan təhqiqatların nəticəsi bunu göstərir ki, hər 3 nəfər Almaniya silahı mavzerlə qətlə yetirilmişlər. Yəni, sizin buyurduğunuza əsasən ola bilər ki, bu 3 qətlin arasında bir növ bağlılıq olsun. Bu serial Səhər Beynəlxalq Televiziya kanalının Azəri bölməsində dublyaj edilmişdir. Hey